Flow state, zamanın yavaşladığı, hər şeyin aydınlaşdığı və performansın zirvəyə qalxdığı vəziyyətdir. Ən yaxşı tərəfi isə odur ki, bu nə şansdır, nə də təkcə istedad. Öyrənilə bilən bir bacarıqdır. Flow state vəziyyətinə girməyə asanlaşdıran addımlar bunlardır. Hədəfin aydın və konkret olsun. Biraz yazı yazacağım kimi ümumi yox, 250 sözlük bir paragraf yazacağım kimi dəqiq və ölçülə bilən hədəf qoy. 2. Hədəfə çata biləcəyin, amma asan da olmayan səviyyədə olsun. Çətinlik dərəcəsini 10 üzərindən 7 kimi düşün. Nə bacarmayacağın qədər çətin, nə də səni sıxacaq qədər asan. 3. Diqqət yayındıranları aradan qaldır. Dərin fokus vəziyyətinə girmək çətin olduğu kimi ondan çıxmaq da asandır. Telefonu səssiz al və uzağa qoy. 4. Özünə bir ümumi ritual müəyyən et. Hər şey başlamazdan əvvəl üzünü yumaq və 10 dərin nəfəs almaq kimi beyninə indi fokus vaxtıdır siqnal verən bir hərəkət seç. 5. Hədəfinə məna yüklə. Ediləcək işi müdürün verdiyi boş tapşırıq kimi yox, performansını özünü göstərə biləcəyin bir layihə kimi gör. 6. Kiçik başla. Tək hədəfə fokuslan və tükənmədən dayan. 7. Yaxşı istirahət et. Çox çalışmağın ən böyük dayağı keyfiyyətli istirahətdir. Yorğun bir mexanizm eyni performansı təkrar göstərə bilməz. Araşdırmalar göstərir ki, bacarığına inanan insan flow state vəziyyətinə daha asan və davamlı girə bilər. Növbəti işini başlayarkən özünə inan və bu 7 maddəni xatırla. Bunun adı